Bu qədər Allahdan övlad istəyən var ha. Övladı niyə istəyirsən? Ölən günümdə mənə baxsın. Atan olur ki, o qədər olub ki, övlad sənə baxmır. Atır səni qocalar önünə. Sən Allahla kontrakt bağlamısan ki, ya sən övladından əvvəl öləcəksən, bəlkə əksin oldu və yaxud dəqiq bilirsən bu sənə baxacaq. Belə təqribən götürəndə olar, düz deyir. Amma məqsəd odur ki, məndən sonra bir yadigar olsun. Sən özün nəsən, sənin yadigarın oldu. Adama deyərlər. Ocağın sönməsin. Güya bunu ocağı deyir. Birisi necədir, mən bunu övlad olmaq sonra bu qısa qoyurlar. Məsələn, harısıdır, sosial şeydir. Cəmaat ağzına gələn yazır ki, sən nə üçün var cəmaatla? Məsələ o deyil. Yəni, mənim deməyimi qoyanda bir tövə qoyum ki, məsələ odur ki, övlad gözəl şey. Övlad olsun. Amma sənə savabı gətirən adam olsun. Səni günaha batıran olmasın. İmamların, peyğəmbərlərin də övladları var idi. Məsəl üçün, Zübeyrin də övladı var idi də. Neylə? Zübeyrin özünü də göndərdi cəhənnəmə, özü də cəhənnəmə. Övlad bir dənə imtihandır. Övladı istəyirəm onu görə. Yox, düşmən qabağında bir çəpər olsun. Düşmən çəpəridir oğul. O sənin düşmənin var. Yəni, sən özünü nə hesab edirsən, sən düşmənin olsun. İnsan bəzən özünü elə bir şişirdir, belə bölür. Sən düşmənin olacaq. Mənim nə bilim, oğlum olsun da, olsun, olsun. Əgər bir övlad ki, səni cəhənnəmə aparacaq, elə olmamalı məsələ. Və yaxud olacaq isə, demişəm bunu, ən çox sevdiyim şeirlərdən biri də övladından o həsrət çəkənlərdən biri, övladından əziyyət çəkənlərdən biri yazmışdı ki, ey çəkən övlada həsrət, gəl eşit fəryadımı, sən mənə həsrət bağışla, mən sənə övladımı. Övladından əziyyət çəkənlərdən biri yazıb. İnsan övladı da istəyər, Allahdan övlad da istəyər. Amma bu şərtlə ki, bu səni əbədi səadətə aparsın.